Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Yeni bir həyət evi çəkməyə gəlmişəm Xırdalanda. Pajarla yaxınlığında yerləşən belə bir 3 otaqlı həyət evi çəkib təqdim edirəm sizə. Çəkilişə həyətdən başlamışam. Belə gördüyünüz kimi tam təmirli geniş bir həyət evimiz var. Ev ümumi köhnə evdir, sadəcə yenidən təmir olunub, oturmuş evdir. Həyət evi çəkib təqdim edirəm sizə. Təxminən həyətin ölçüləri 30 kvadratdan ibarətdir. Rahatçılıqda bir dənə maşın daxil olur. İsitmə sistemi kombidir. Qazı, suyu, işığı daimi olaraq fəaliyyətdədir. Hal-hazırda evin içərisinə daxil oluram. Daxil olan kimi koridor sistemli evdir. Koridorda üstü poldur. Üzbəyiz otaq yataq otağıdır. Bu otaq qonaq otağıdır, bura isə uşaq otağıdır. Sağa dönəndə isə belə bir mətbəximiz var. Mətbəx mebeli təbii ki evin içərisində qalacaq. İsitmə sistemi kombidir. Kombi, radiatorları, hər bir şey mövcuddur. Burada isə belə bir sanitar qovşağımız var. Hər bir şey tam təmirli vəziyyətdədir. Koridor sistemli evdir. Sağda girişdə belə bir balaca uşaq otağımız var. Bütün otaqların da hamısında pəncərələri mövcuddur. Start olaraq qiymət gördüyünüz kimi 58.000 manat qoyulub. Real alıcılar olanda yenə evə baxış keçirdən sonra cüzi olaraq endirim olunacaq. Bura isə qonaq otağıdır. Belə bir panellə də TV-stendi yığılıb. Qonaq otağını bir dənə çəkib təqdim edirəm sizə. Lüstrlar da, saata da hər bir şey qoyulub. Hazır köç yaşa evdir. Alıb kirayə də rahat verə bilərsiniz. Özünüz də yaşaya bilərsiniz. Bura isə 3-cü otaqdır. Bu otağın da təbii ki öz müstəqil pəncərəsi var. Burada yataq otağıdır. Belə əziz izləyicilərimiz, video axıra qədər izlədiyiniz üçün sizdən təşəkkür edirəm. Əgər sizin də mənziliniz varsa, satılası və tez bir zamanda satmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayıb bu barədə sizə köməklik göstərə bilərik. Sağ olun, salamat qalın.